Heydər Əliyev Sarayında Qlobal Olimpik Sentr tərəfindən beynəlxalq fən olimpiyadaları və müsabiqələrinin ölkə mərhələləri üzrə qalibləri mükafatlandırma mərasimi keçirilib. Yüksək nəticə göstərən şagirdlər qızıl, gümüş və bürünc medallarla təltif olunublar. Tədbirdə çıxış edən Qlobal Olimpik Sentrın direktoru Xəyal İbrahimzadə Azərbaycanda istedadlı şagirdlərin erkən yaşlarda müəyyənləşdirilməsinin, onların beynəlxalq akademik platformalara hazırlanmasının vacibliyini vurğulayıb. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı sədrinin müşaviri Əlisa Qurbanov çıxış edərək beynəlxalq olimpiyada və yarışmaların şagirdlərin təhsil həyatında oynadığı mühüm roldan danışıb. Qlobal Olimpik Sentrın əsas hədəfi istedadlı şagirdləri üzə çıxarmaq, onların bilik və bacarıqlarını beynəlxalq səviyyədə təqdim etmək, həmçinin Azərbaycan təhsilinin qlobal akademik arenada təmsilçiliyini daha da gücləndirməkdir. Ümumilikdə hal-hazırda 1000-dən çox şagird iştirak edir müxtəlif elm olimpiyadalarında. Bura ingilis dili, science, məhz daxildir ki, 1000-dən çox şagird iştirak edir. Təqribən bunların %30%-i qızıl, %30-40% arası gümüş, qalansı bürünc mükafat qazanıblar. Bugün təqaüdçülər proqramından Nəsrəddin Tuysi təqaüdünü qazandım. Bunu qazanmaq mənim üçün böyük uğurdur. Bu artıq ikinci ildir ki, mən bu uğur qazanıram və növbəti ildə yeni bir uğur qazanmağa çalışacağam. Birinci yer tutaraq biz ilk dörtlüyə seçildik və nəticə olaraq biz milli komanda ilə Qazaxıstanda Azərbaycanı təmsil edəcəyik. Bugün Azərbaycan Milli İqtisadiyyat Olimpiyadasında qızıl medal qazanmışdım. Keçən ildə burada qızıl medal qazanmışdım və Azərbaycanı Beynəlxalq İqtisadiyyat Olimpiyadasında uğurla təmsil etmişəm. Orada bürünc medal qazanmışdım və fəxri fərman dov nişani maliyyə savadlığı üzrə qazanmışdım. Qlobal Olimpik Sentr yeni tədris ilində də beynəlxalq olimpiyadalar və akademik müsabiqələr istiqamətində fəaliyyətini davam etdirəcək.